Son vaxtlar sosial şəbəkələrdə gil yemək trend halını alıb. Bəziləri onu tam udmağı, bəziləri isə yalnız çeynəməyi məsləhət görürlər. Belə ki, gil satışı ilə məşğul olanlar onun dəmir və D vitamini çatışmazlığına faydalı olduğunu iddia edirlər. Lakin qida eksperti Fərid Səfərov Today Press TV açıqlamasında bunun ciddi sağlamlıq riskləri yaratdığını bildirib. Onun sözlərinə görə gil yeməyin faydadan çox zərəri var və tibbi araşdırmalar da bunu sübut edir. Stat: Gil torpaqdan çıxdığı üçün tərkibində qurğuşun, arsen, civə və kadmium kimi zərərli maddələr ola bilər. Bu, beyin, qaraciyər və börəklərə ziyan vurur. Uşaqlarda isə zəka geriliyinə, o cümlədən inkişaf ləngiməsinə səbəb ola bilər. Bu maddə dəmir mənbəyi kimi qəbul edilsə də, əslində bədəndəki dəmiri bağlayaraq soğurulmasına mane olur. Uzun müddət qəbul edildikdə isə mədə-bağırsaq divarına zərər verir. Gil steril deyil, bakteriya və parazit yumurtaları daşıya bilər. Nəticədə isə bağırsaq infeksiyası və qurd xəstəliklərinə yol aça bilər. Hamilə qadınlarda gil yemək körpəyə gedən dəmiri azaldır. Bu isə erkən doğum, aşağı çəki, qan azlığı riski yaradır. Gil çeynəmək diş minasını zədələyir, dişlərin kövrəkləşməsinə və saralmasına səbəb olur. Statın sonu. Ekspert bildirib ki, kimdəsə belə bir istək yaranırsa, bu çox vaxt dəmir çatışmazlığının və ya başqa mineral əksikliğinin əlaməti ola bilər. Əgər məqsəd mədə turşusunu azaltmaqdırsa, həkimin təyin etdiyi dərmanlardan və ya tibbi üsullardan istifadə etmək daha təhlükəsizdir. Minerallara ehtiyac olduqda isə balanslı qida rasionu və vitamin mineral əlavələri gilin yerini asanlıqla əvəz edə bilər. Türkan İskəndərli, Jalə Rövşən, Today Press TV.